Hə dostlar, herkese salamlayırıq və bu günləri Azartda Black Day. Niyə görə? Bütün avtomobillər nədənsə qaradır və qara avtomobilləri PPF-dən üzdürür. Yəni bu avtomobil gördüyünüz kimi BMW-nin sənət əsəridir. 760 Long 7-ci seriya 2026-cı ilin buraxılışı olan avtomobildir. Gəlib bizim yanımıza 0 kilometr tamamilə PPF üzlənir. Və mən istirdim niyə toxunum? PPF-in plonkasının üzlənməsi bizə nə verir dostlar? Yəni neçə il zamanə, çünki üzdən biz plotterdan bunu kesib yapışdıra bilərik. Bütün başqa atelierlər kimi. Amma biz onu eləmirik çünki bizi müştərilərə 5-7 il zamanət verir. Gəlin sizə daha da qeyri-adi PPF-də olan avtomobilləri göstərəm. Range Rover Vogue 2024 model gəlib bizim yanımıza. O da Black'dir bizi kimi. Bizim gözəl Patrol 2025-ci ilin Patrolu, o da 0 kilometr gəlib bizim yanımıza. GLE sıfırda olmasa avtomobildə tamamilə PPF ön hissəsi hazırdır, far hazırdır, kapot hazırdır, keçir arka hissəsi. Avtomobil yüngül zədəsi var idi, onu düzələndən sonra gəldi bizim yanımıza tamamilə təzədən üzlənəcək. Gördüyünüz